İndi isə dərsimizin ikinci hissəsinə keçid edək. Bu hissə formula və funksiya anlayışları və məntiqi funksiyalarla bağlıdır. Formula Excel'in istifadəçinin özü tərəfindən yazılan və riyazi əməliyyatlar, xanalar və operatorlar əsasında nəticə hesablayan ifadədir. Bu nəticə hər hansı bir ədəd də ola bilər, mətn də ola bilər. Formula hər zaman bərabərlik işarəsi ilə başlayır. Funksiya isə Excel'in daxilində əvvəlcədən hazırlanmış, müəyyən işi avtomatik görən hazır formuladır. Funksiya Excel'in istifadəçiyə verdiyi hazır alətdir. Müəyyən məqsəd üçün yaradılıb, ad, mötərizə və arqumentlərdən ibarətdir. Həm funksiyalardan, həm də formulalardan istifadənin öz müsbət və mənfi cəhətləri vardır. Özünüz bunlar barəsində qısa bir araşdırma edə bilərsiniz. İndi isə praktiki misallarla formula və funksiya anlayışlarını izah edək. Gördüyünüz kimi worksheetimizdə 2 ədəd balaca cədvəldən istifadə edəcəyik. Üst hissədə yerləşən cədvəldə formulalarla bağlı, aşağı hissədə yerləşən cədvəldə isə funksiyalarla bağlı misallar göstərəcəyik. Cədvəlimizin ilk 2 sütununda ədədlər verilmişdir. 3-cü sütununda formulada istifadə edəcəyimiz riyazi operatorlar, 4-cü sütununda formulamızın yazılış qaydası və 5-ci sütunda isə formulamızın verəcəyi nəticəni burada qeyd edəcəyik. Bildiyimiz kimi bütün formulalar bərabərlik işarəsindən başlayır. Biz formula zamanı seçəcəyimiz xanalarımızı hansısa bir məlumatı əldə etmək üçün xana seçməliyik. Seçəcəyimiz xananı 2 cür, yəni deyək ki, mousla xananı seçə bilərik. Klaviaturada toplama işarəsini seçərək yenidən əlavə gələcəyimiz ədədi xanasından götürmək üçün ikinci bir xananı seçirik mousla və Enter tuşuna bastığımız anda onun nəticəsini alırıq. Digər bir variantda isə biz bərabərlik yazdıqdan sonra klaviaturanın hərəkət istiqamətləri ilə bizə lazım olan xanaları seçə bilərik. Toplama işarəsi plus əlavə edəcəyimiz xana və oldu. İndi isə digər operatorlar barəsində misalları edək. 9 çıxılsın, deyək ki, 7. Enter 12. Nəticə. Bərabərdir. B5 xanası vurulsun, deyək 49. Ulduz işarəsi vasitəsilə. Bərabərdir. Daha doğrusu B6 xanası slash işarəsi ilə, forward slash işarəsi ilə bölünsün. C5 xanası nəticə 3. Və yaxud da qüvvətə qaldırmaq üçün biz B7 xanasını seçib qüvvətə qaldırma işarəsini seçərək, növbət xananı seçərək biz nəticəni əldə edirik. Bir şey də deyək ki, biz formula daxilində həm də funksiyalardan istifadə edə bilərik. Gördüyünüz kimi biz bərabər işarəsi qoyduqdan sonra toplama, yəni sum funksiyasından istifadə edərək bu iki xananın cəmini toplayıb, bu iki xanada olan ədədlərin cəmini həmin iki xanada olan ədədlərin ədədi ortası ilə toplayırıq. Funksiyalarla bağlı bir neçə misal göstərək. Əvvəlcədən onu deyim ki, funksiyalar Excel'də funksiyalar həddindən artıq çoxdur və onlar yerinə yetirdikləri işlərə görə kateqoriyalara bölünür. Bunlar barəsində bir qədər sonra danışacağıq. İndi isə cədvəlimiz barəsində məlumat verək. İlk 2 sütunda olan məlumatlar ədədlərdir, hansı ki, bunlarda funksiya daxilində istifadə edəcəyik. 3-cü sütunda yerləşən məlumatlar funksiyamızın adlarıdır. Sum, product, if. 4-cü funksiyada yerləşən məlumat isə onların yazılış qaydalarıdır. 5-ci sütunda isə biz funksiyamızın nəticəsini əldə edəcəyik. İlk olaraq biz sum funksiyasına baxaq. Sum funksiyası toplama funksiyasıdır. Xanalar daxilində olan ədədləri toplayır. Bərabərdir sum seçib tab vurduqda bütün funksiyanı yazır və başlanğıc mötərizəsini verir. Biz burada diapazon formasında da belə seçib bu iki xana arasında olan məlumatları toplaya bilərik və yaxud da biz hər hansı bir sum funksiyasından istifadə edərək vergül vasitəsilə müxtəlif xanalarda olan məlumatları toplaya bilərik. Aşağı hissədə yerləşən funksiya produktdur. Produkt funksiyası hasil, yəni vurma funksiyasıdır. Biz xanalar daxilində olan ədədləri bir-birinə vura bilərik. Produkt qeyd edirik. Burada tab işarəsini toxunduqdan sonra biz diapazonu götürürük və bağlayırıq.
və 19 ilə 17-nin hasilinin 130 olduğunu görürük. Aşağı hissədə yerləşən funksiya if funksiyasıdır. If funksiyası şərtlərə görə nəticəni verir. Biz misal üçün deyək ki, burada istifadə etmişik B14 xanası ilə B10C14 xanasının cəmi 75-dən böyük olarsa keçdi yazılır, kiçik olarsa kəsildi yazılır. Misal üçün deyək ki, bizim 2 imtahanımız var. Birinci nəticəmiz 35, ikinci nəticəmiz 49-dur. Və bizim keçid şərtlərimizə əsasən, növbəti mərhələyə keçid şərtlərimizə əsasən biz 75 bal üzərini toplamalıyıq. Burada görsəndiyi kimi qeyd edirik if mötərizəni bağladıq, logical test, yəni şərtimiz nədən ibarətdir. Burada olduğu kimi də yaza bilərik. B4 plus 10C14 və yaxud samdan istifadə edərək şərtimizi bu formada yaza bilərik. 75 keçdiyimiz halda şərti qeyd edildikdən sonra vergülü yazırıq. Vergüldən sonra value if true görürsünüz. Bu, yəni doğru şərtin, yəni nəticəmiz doğru olduğu halda bizə verəcək nəticə. Və nəzərə alın ki, burada biz nəticə mətn olaraq verəcək deyə biz dırnaq işarəsi ilə istifadə edirik. Belə nəticəyə gəlirik ki, formula daxilində əgər biz nəticəni mətn olaraq əldə etmək istəyiriksə və yaxud da mətnlərdən istifadə etmək istəyiriksə, biz mətnləri formula daxilində dırnaq işarəsi arasında qeyd eləməliyik. Birinci nəticəmiz bu oldu ki, doğru olduğu halda keçdi, yanlış olduğu halda isə deyək ki, kəsildi nəticəsini verməlidir. Kəsildi. Mötərizəni bağlayıb enterə toxunuruq. Gördüyümüz kimi keçir. Çünki 35 ilə 49-un cəmi 75-dən böyükdür.